Aha, 77-ci sual. 77-ci sualda bizə nə deyir? Deyir ki, aşağıdakı deyir iştirakçıların ifaçılıq bacarığına müsabiqə haqqında bazasına əlaqə edilmiş tədqiqatların fraqmenti veribdir. Neçə ölkənin nümayəndəsi Şopenin əsərini. Şopeni gəlin birinci tapaq. Baxın, Şopen bizdə buradadır. Sonra bu hissədə və bunlar. Şopeni tapdıq. Şopenin indi baxın, gələk görək bu Şopende olan iştirakçılarla mən necə tapacam. Bax, görürsünüz, ikisində də iştirakçılar sütunu var deyə əlaqəlidir artıq. Şopende olan iştirakçı birinci Lombardidir. Lombardi baxıram ki, burada hansı ölkədədir? İtaliya. Bunu qeyd elədim. Sonra keçdim aşağıda Muradov. Muradov baxıram hardadır məndə? Azərbaycandadır. Bunu da yazdım. Sonra Şopenin digəri Bakon idi. Bakon məndə hardadır? Baxın, Bakon burada ABŞ-dadır. ABŞ-ı da yazdıq. Sonra düşdük aşağı. Düşdük aşağı. Bakon ABŞ-da oldu. Ondan sonra Şopen Moretti. Moretti məndə İtaliyadır. İtaliyanı bir dəfə yazmışam. Şopen yenə qaldı demək Ritterə. Ritter də məndə ABŞ-dadır. Onu da bir dəfə yazmışdım. Neçə ölkə dediyinə görə eyniləri yazma bir adı olmur da burada artıq. Ona görə 3 dəfə. 3 dənə ölkə olur. 78-ci sual. 78-ci sualı bayaq yuxarıda yazmaq istədim. Biraz qarşılıqlıq oldu. Ona görə aşağı hissədə səliqəli şəkildə yazaq. Deyir, Akif, Bahar, Cəmlə, Dilbər, Elnur, Fuad, Günay və Habil. Demək, Akif. Sonra gəldi demək, Bahar. Cəmlə. Dilbər. Elnur, Fuad. Günay, bir də Habil. Bunlar bizim demək şəxslərimiz. Bunların bir də ixtisasları var burada. Baxın, iqtisadiyyat var. Sonra marketing var. Maliyyə var. Bir də beynəlxalq münasibətlər. İndi deyir ki, hər fakültədə 2 nəfər təhsil alır. Bu əla. Bahar beynəlxalq münasibətlər fakültəsində oxuyur. Baharın oxuduğu yeri tapaq. Bahar beynəlxalq münasibətlərdə. Bahar başqa heç yerdə oxuya bilməz deməli. Cəmlə ilə Elnur eyni fakültədə. Cəmlə ilə Elnur var eyni fakültədə olmalıdırsa. Baxın, Cəmləni gətirib beynəlxalq münasibətlərə qoysam ya da Elnuru beynəlxalq münasibətlərə qoysam, onda biri əskik qalır da. Demək, bunlar beynəlxalq münasibətlərdə oxumurlar. Sonra keçdik aşağıda. Deyir ki, Akif ilə Habil fərqli fakültədədirlər. Akif, bir də Habil. Bunlar fərqli olmalıdırlar. Sonra marketing ixtisasında oxuyanlar oğlan deyil. Marketingdə oxuyanlara gəlirəm. Baxın, Akif demək marketing oxuya bilməz. Sonra Elnur marketing oxuya bilməz. Fuad oxuya bilməz və Habil oxuya bilməz. Yerdə demək, baxın, bu marketing oxuyanlara kimlər qalır? Ya Günaydır. Marketing oxuyan burada ya Günaydır, ya demək Cəmlə ya da Dilbər. İndi gəlin bir dənə baxaq görək. Baxın, Elnur əgər marketing oxuya bilmirsə, demək Cəmlə də oxuya bilmir. Çünki bunların ixtisasları eyni idi. Onda yerdə qaldı Dilbər, bir də Günay. Bunlar oxuyurlar marketing. Onda Dilbər nə iqtisadiyyat, nə maliyyə, nə də beynəlxalq münasibət oxuya bilməz. Günay da eyni qaydada baxın, nə iqtisadiyyatda, nə maliyyədə, nə də beynəlxalq münasibətdə oxuya bilməz. Onda beynəlxalq münasibətdə kim qaldı bizdə? Ya Akifdir, ya da Habildir. Bunu mən deyə bilmirəm hələ ki. Sonra baxaq görək. Deyir, Akiflə Habil fərqli idi. Akif əgər beynəlxalq münasibətlərdə oxusa, Habil beynəlxalq münasibətlərdə oxuya bilməz onda. Və yaxud da Habil beynəlxalq münasibətlərdədirsə, Akif beynəlxalq münasibətlərdə oxuya bilməz. Sonra baxaq ki, nəyi müəyyən edə bilirik buradan. Sonra başqa nə qaldı burada bizdə? Yəni, baxaq görək. Maliyyədə oxuyanı tapa bilirəmmi? Gəlin, məsələn, Cəmlə ilə Elnurun ixtisasları görək nə ola bilər? Cəmlə ilə Elnur, əgər maliyyədə olsa, bunlar burada olsalar, məsələn, Cəmlə ilə Elnur eyni zamanda iqtisadiyyatda da ola bilərlər. Yəni, yoxlayaq görək. Cəmlə ilə Elnur maliyyədədirsə, başqa heç kim maliyyədə ola bilməz.
Bunu bir başqa rənginə eləyək. Elnur başqa ixtisaslarda ola bilmirlər. Sonra burada onda Akifə biz əgər iqtisadiyyat desək, Habil iqtisadiyyatda oxuya bilməz onda. Əgər Habilə beynəlxalq münasibətlər, bunları əslində biz tam deyə bilmirik. Cəmdən variantlara baxaq. Deyir, Dilbərin ixtisası beynəlxalq münasibətlərdir. Dilbərin ixtisası xeyr, beynəlxalq münasibətlər deyildi. Cəmlərin ixtisası iqtisadiyyatdır. Cəmlərin ixtisasını yenə də mən deyə bilmirəm hələ ki. Bu da sual altındadır. Mütləq doğrunu istəyir. Akif və Günay müxtəlif fakültədədirlər. Baxaq görək. Günay bizdə marketinqdədir. Marketinqə başqa heç kim yaza bilmirəm də. Çünki Dilbərlə Günay 100% buradadır. Onda elə C variantı qalır. Akifin ixtisası deyir maliyyədir. Yenə deyə bilmirəm. Baxın, Akif maliyyəyə də gedə bilər, beynəlxalq münasibətə də gedə bilər, iqtisadiyyata da gedə bilər. Habillə Fuad da eyni fakültədədir deyir. Habillə Fuadın da yenə eyni fakültədə olması sual altındadır. Bunlar da dəqiq deyil. Mən ona görə C variantı ilə variantla getmək daha yaxşıymış burada. Sualları bir dəfə baxıram deyəm. Burada deyir, elektron cədvəl C4 xanasına düstur yazılıbdır. Bu düstur aşağıda çıxanlardan hansılara köçürmək mümkündür? Baxın, düstur köçürməsində ümumiyyətlə deyirdik ki, nə zaman mümkün olur? Əgər məndə A0, və yaxud da məsələn, xananın məsəl üçün sütunları geriyə doğru gedəndə, azaltma istiqamətinə gedəndə, məsəl üçün A-dan geriyə gedirəm, geriyə yol yoxdur axı. Əgər bu tipli hallarla qarşılaşıramsa, burada artıq köçürmə mümkün olmurdu. İndi C4-dən hara gedə bilirəm? Gəlin baxaq görək. Bu xanalara baxıram birinci. B2-dən hara gedə bilərəm? Mən bunu 2 vahid azalda bilmərəm. Çünki 2 vahid azaltsam, nə olacaq sətrim? 0 olmuş olacaq, o da mümkün deyil. C4-dən C2-yə gəlir, baxın, 2 vahid azaldır. Demək ki, bura köçürmək mümkün deyil. 1-ə köçürə bilmirəm. D getdi, C getdi. Sonra, baxın, ümumiyyətlə, burada C3 yazıbdır, baxın. 4-dən 3-ə gələndə 1 vahid, bu ola bilər. Sütunlarımıza da baxaq. Sütunlarda baxın, sütun dəyişməməlidir. Niyə? Çünki burada A yazıbdır. Mən A-dan geri gedə bilmərəm. Yəni, heç bir şərtlə və bu C-dən dəyişməməliyəm. Geriyə doğru təbii ki. İndi gəlin baxaq görək. Bax, deyir C4-dən C3-ə. C-dən C-yə sütun dəyişmir, köçürə bilərəm. 4-dən 3-ə 1 vahid azalır. 1 vahid azalanda da baxın, burada B2-dən B1 olmuş olacaq. A3-də də A2 olmuş olacaq deyə problem deyil. Onun üçün 2-ni götürə bilirəm. 2-ni də götürəmsə A düz gəlmir onda deməli. Sonra B3-ə baxaq. B3-ə gələndə C-dən B-yə baxın, sütun geri gedir artıq. Bayaq dedik axı, bu geri gəlmək olmaz. Çünki burada A-dan geriyə gedə bilmirəm. Ona görə demək 3-ü çıxartdımsa B-də getdi, qaldı E variantı. Həqiqətən də baxsaz 2, 4 və 5 seçilibdir də. 4-də də D3-dür. D3-də bizdə demək 4-dən 3-ə 1 vahid azalır. Sətrimiz C-dən D-yə sütunda 1 vahid artır deyə bura köçürmək mümkündür. Y4-də də C-dən D-yə, Y-yə irəliyə gedirəm olar. 4-dən 4-ə sətr dəyişməyib olar. Amma D1-ə gəndəsə 4-dən 1-ə sətrim 3 vahid azalıb deyə 1-dən 3-ə köçürmək olmaz. 2-dən də 3 vahid geri gedə bilmirəm deyə bu yanlışdır. Sonra baxaq 80-də. 80-də deyir ki, birinci abzas, ikinci abzas, üçüncü abzas şəklində mətnlər verilibdir. Həmin bu mətnlərdə yuxarıdakı qayda arasında düzülmüş abzaslar üçün 3 əməliyyat yerinə yetirilibdir. Birinci deyir, birinci abzası seçib və Ctrl-C edibdir. Yəni, birinci abzası seçdi, bunu kopyaladı. Üçüncü abzasının əvvəlinə kursoru gətirdi və Ctrl-V elədi. Ctrl-V deyirik ki, nədir? Yapışdırmaqdır da. Oldu onda 1, 2, sonra birinci abzası kopyalamışdı axı. Yenə 1 və 3 bu formada oldu. Sonra deyir ki, bu kombinasiyası basır və bu əməliyyat yenidən icra olunur. Yəni, bir dəfədə. Baxın, bir dəfədə 1 oldu və 3 oldu sonra. İkinci abzası seçdi və Ctrl-X elədi. Yəni, içini artıq buradan kəsdi. Yoxdur ikinci abzas. Ondan sonra deyir ki, bu nömrələmiş abzas hansı ardıcılıqla düzülüb? 3 dənə 1, bir dənə 3. O da D variantında.
81-ci sualda bizə deyir ki, 300 ilə 800 arasında yerləşən ədədlər və rəqəmləri müxtəlif olan ədədlər. Bunları sayıb. Nə edirik? 3 rəqəmli ədədlərdə də baxıram ki, 300 ilə 800. 3 rəqəmlidirsə, gəlin bunları necə yazaq? Birinci baxaq görə ümumiyyətlə bu verilmiş rəqəmlərdən mən neçə dənə 3 rəqəmlərdə düzəldə bilirəm. Birinci yerə 300 ilə dediyinə görə mən 2 yaza bilmərəm. Birinci yerə məndə qalır onda hansı ədədlər baxın. 3, 4, 5, 6, 7, 8 bunların hamısı. Yəni bura neçə ehtimal olur? 6 dənə ədəd yazma ehtimalım var. Keçirəm ikinci mərtəbəyə. İkinci mərtəbədə mən artıq, baxın burada bu 6 rəqəm qalmışdı. Bu 6 rəqəmdən birini işlətmişəmsə, məsələn tutaq ki 3-ü yazmışam. Yerdə məndə qalır neçə dənə rəqəm? Bu birisilərdən baxın 2-dir, sonra 5-dir, 6-dir, 7-dir və 8-dir. Yenə burada da 6 ehtimal qalmış oldu. Sonra keçdim bu hissəyə, üçüncüyə. Üçüncüdə isə burada artıq mən ikinci yerə də bir dənə rəqəm yazmışam deyək ki. Yerdə qalır məndə 5 ehtimal. Bunları bir-birinə vururam. 6 vur 6 vur 5. Bu mənə verir 180. Amma baxın, fikir versəz, mən gətirib bu 8-i əgər birinci yerə yazsam, burada istənilən bir ədəd olsun, 2 olsun, 3 olsun. Yəni, bu həmişə nə olacaq? 800-dən böyük olacaq. Amma bizə şərti nə vermişdi? Deyir ki, 800-lə 300-ün arasında. Yəni, 800-dən böyüklər olmaz. Onda gəlin bu ədədlərin sayını tapaq görək. 800-dən böyük neçədən ədəd olur burada? 3 rəqəmli yenə qeyd edirəm. Birinci yerə yazıram 8. Yəni bir dənə ehtimal. Ancaq 8-dən başlayanlar, yəni 800-dən olanları tapmalıyam. Burada baxın, 8-dən başqa, müxtəlif dediyinə görə, 8-dən başqa yerdə qalan hamısını işlədə bilirəm də. Burada olur 6 dənə ehtimal. Buradan deyək ki, məsələn 7-ni də işlətdim artıq. Yerdə qalır onda 5 ehtimal. Bunu da ehtimal sayını tapsam 1, 6, vurdum 5-ə. Bu da elədi nə qədər? 30 dənə. Demək, bunun 30 dənəsi 800-dən böyükdür. Yerdə bu 180 dənə də ümumi idi. Onda 180-dan çıxaram bu 30-u, taparam ki, 50 dənəsi, demək nədir bizdə? 150 dənəsi əstəğfurullah. 150 dənəsi bizdə 300-lə 800-ün arasındadır. Bu belə. 82-də. 82-də bizə deyir ki, düzgün ardıcıllığı göstərən faylın tam adında. Biz bilirik ki, həmişə bu başlayır bizdə nə ilə? C diski ilə, yəni 2 ilə başlayıram. 2 ilə başlayacağımsa A getdi, D getdi. Sonra C diskindən sonra baxın, mən burada gətirib, baxın bu dropla başlayanları yaza bilmərəm. Çünki 2 dənə drop ard-arda olmaz. Yəni 2-dən sonra 4 və 6 yazmaq olmaz. Zaten belə bir ehtimal da yox idi. Bir də sonda da həmişə faylın genişlənmə ilə bitir də, tam adda. Yəni 1 ilə bitməlidir. 2 ilə başlayıb 1 ilə bitməlidir. Variantların hamısı 2 ilə başlayır, 1 ilə bitir. Bu sual olmasa, lap başqa bir sual olsun. Daha asan versiya olsa, orada məsələn gözləyirsiniz ki, disklə başladım, genişlənməklə bitirdim. Belə bir vəziyyətdə ola bilər ki, rahat baxan kimi tapa bilərsiniz. İndi gələk bu sualda. Baxıram ki, deyir C diski, tapdıq ki, 2 ilə başladıq. Birinci B variantını yoxlayaq. Deyir C diskindən sonra 5 gəlsin. Mövzular. Olar. Mövzulardan sonra 3 gəlsin deyir. İnformatika. Baxın, mövzuları sonunda drop qoymayıb, gətirib birbaşa informatikanı yazır. İnformatikada da yenə drop yoxdur. O cürə bu yazılış yanlışdır. Sonra baxıram bu birisinə. 2, 3. C diskindən sonra informatika gəlsin. İnformatikadan keçsin 4 testlərə. Baxın, informatikadan sonra drop var. Bir dənə də gətirib drop qoyub. Bu da yanlışdır. C-də nə deyir baxaq? C diski, sonra 3 informatika, sonra 5 mövzular, sonra 4, sonra 6, sonra da 1. Cavab oldu bu. Gəldik Unicode sistemində yazılan deyir 3 səhifədən ibarət olan informasiyanın həcmi budur. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 4 dəfə azdır. İkinci səhifədə neçə simvol olduğunu müəyyən edin. Demək, Unicode-da yığılıbdır 3 səhifədən ibarətdirsə, demək, ümumi götürsəm 3x, ya da belə getmək deyir ki, 3 səhifədir. Birinci, ikinci, üçüncü. Hər səhifədəki informasiyanın həcmi özündən sonraki gələn həcmdən 4 dəfə azdır. Yəni, bu demək bizdə x-dırsa,
Bu birisi onda olub 4x. Yəni bu daha çox olub ki, bundan 4 vahid az olub. Sonra bu da olub onda 4 dəfə çoxdursa, demək 16x-dir. Yəni bir dənə prinsipə baxaq, deyir. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədən, yəni birinci ikincidən azdır. İkinci də üçüncüdən azdır. Burada indi bunlar eləyəcək bizdə 21x. Bu da bərabərdir 4200 bayta. Həcmi verib də bizə ümumilikdə. X-im olur mənim burada demək 200. X oldu 200. Sonra məndən ikinci səhifədə neçə simvol var onu soruşur. İkinci səhifədə də budur. 4 vur 200. Tapıram ki, həcm 800 baytdır. Unicode'da da hər simvol 2 bayt deyil. 2 bayt vurmuş x dənə simvol. X olmasın, y olsun. Fərqli dəyişənlər. Bu bizdə simvoldur. Y simvol bərabərdir həcm deyir 800 bayta. Unicode'da da onsuz 2 bayt idi bunun vahidi. Yəni vahiddə problem yaşamırıq. Y də olur burada 400. Bunun cavabı varmı? Yox, açıq sual imiş. Sonra keçdik burada. Elektron cədvəl fraqmentinə əsasən deyir C3 xanasının qiymətini müəyyən edin. Baxaq. A1 üstəgəl A2 vurulmuş B2. A2 ilə B2-ni birinci vurmalıyam. Çünki birinci vurma əməli yerinə yetirilir. A2 bizdə 7-dir. B2 isə bu da 8-dir. 7 vur 8 56. A1-imiz də bizim 4 idi. 4 ilə 56 bu bizə verdi 60. A2 üstəgəl A3 böl B3. A2'miz bizdə olacaq demək 7 üstəgəl A3 böl B3 nə verir bizdə? A3'ümüz 16'dır, B3'ümüz isə 4'dür. 16 böl 4. Bu da bizə verəcək demək 4. 7 ilə 4 11 demək buranın da cavabı oldu 11. C1 plus C2 60 ilə 11'in cəmi bizdə eləyəcək 71. Cavab oldu 71. Sonra 85'də doğru fikirləri müəyyən edin deyir. Kredit kartlarının digər arxasında olan kodlaşdırılmış informasiyanı oxumaq üçün maqnetik skanerlərdən istifadə olunur. Düzdür, maqnetik skaner növümüz var idi bizim. Deyirdik ki, həm də bunun üçün istifadə olunur. Elə kartların arxasındakı o sim kartı oxşayan hissədir. İkinci, ekranın deyir, üfüqi və şaquli istiqamətlərinin nöqtələrinin sayı monitorun ekranının ölçüsünü müəyyən edir. Bu yanlışdır. Monitorun ölçüsü diaqonal ölçüsüydü. Üfüqi və şaqil nöqtələrdəki istiqamətlərdəki nöqtənin sayı isə bizdə piksellərin sayıdır. Matrisli printerlərdə iynələr dəsti görüntünü rəngləyici lent vasitəsində kağıza vurur. Matrisli də iynə sözü demişdik, açar sözümüz idi, düzdür. Sonra matrisli printerlərin sürəti 1 dəqiqədə çap etdiyi səhifənin sayı ilə ölçülür. Xeyr, səhifə yox, simvolların sayı ilə ölçülürdü. Enter, Escape, Home, End klaviaturanın xidməti klavişlər qrupuna aiddir. Home, End bunlar xidməti deyil. Bunlar bizdə idarə etmə düymələri idi. Enter-lə Escape ola bilər, amma bu ikisi aid deyil. Ona görə yanlışdır. Funksional klavişlərin funksiyası deyil, proqramdan yaxud iş rejiminin asılaraq dəyişə bilər. Bəli, hər kompüterdə fərqli bir vəzifə görə bilər. Məsələn, mənim kompüterimdə F2 deyək ki, işıqdır. Sizin kompüterdə F2 ola bilər ki, bu səs düyməsi olsun. Nə bilim, hər hansı bir başqa funksiyanı icra eləsin. Bunlar dəyişə bilir. Sonra üzrlü sayın. 86. Demək, bunun cavabı oldu 136. 86'da da deyir, kompakt diskin tutumu 700 MB-dır. Klasterin ölçüsü isə 4 KB-dır. Burada deyir, 2 dənə 1022 KB-lıq mətn faylı, 5 dənə də 2045 KB-lıq səs faylı, 14 dənə 510 KB-lıq video fayl yazılıb. Sonra diskdə də neçə megabayt boş yer qaldı. Birinciyi baxıram, diskin tutumu 700 MB-dırsa, bu mənə ən sonda lazım olacaq. Klaster verdiyinə görə demək ki, burada diskdəki ölçü ilə işləmək lazımdır. Gəlirəm hər bir fayl üçün ayrı-ayrı baxıram. Bax, 1022 KB deyirsə, bunu mən 4 KB-lıq klasteri necə yerləşdirə bilirəm? 1022-ni bölürəm 4-ə. Bu məndə neçə dəfə eləyir? 2 dəfə. Bu 1024-dür də, elə 1024 bölünə bilir. Səhv eləmirəmsə bir dənə baxaq. Demək. Bu bizdə 1024 elə olacaq özü. Bunu mən heç klasterini tapmaya bilərəm. 4-ə bölünən elə bir ki, ədədi tapmaq lazımdır da burada ən yaxın.
1022-nin 4-ə bölünməsi üçün bu olmalıdır 1024 kilobayt. Bunun yəni diskdə tutduğu yer 1024 kilobaytdır. Bundan əgər 2 dənədirsə, biz deyirik axı bir klasterə bir dənə fayl. Onda demək ki, burada da bir faylımız əgər 1024 kilobayt yer tutursa, 2 dənə faylımız 2 vur 1024 kilobayt edir. Bu da megabayta çevirsək, bölmək lazımdır kilobaytdan megabayta çevirəndə 1024-ə. Bunlar gedəcək, qalacaq 2 megabayt. Sonra deyir 5 dənə 2045 kilobaytlıq səs faylı. 2045 kilobaytı yenə 4-ə bölmək lazımdır. Buradan da 4-ə bölünən ən yaxın ədəd neçə edir bizdə? 2048. Bu 2048 kilobayt yer tutacaq. İndi 2048 kilobayt bizdə demək bir dənə fayl üçündür. 5 dənə fayl üçündə yenə 5 vur 2048. Bunu da böləcəm yenə 1024-ə ki, megabaytla alım cavabı. Bunlar gedəcək 2, 2 vur 5, 10 megabayt. 14 dənə də deyir 510 kilobaytlıq video fayl var. Yenə 510-u böləcəm 4-ə. Təqribi tapacam ki, 4-ə bölünən ən yaxın ədəd burada 512-dir. 512-dən də deyir bundan 14 dənədir. Bunu da böləcəm demək 1024-ə yenə. Bunlar gedəcək 2, 14, 2 bölündə 7 megabayt. İndi demək bizə yazılan məlumatlar nə qədər oldu? 2, 10, bir də 7. Aldıq elədi bu 19 megabayt. Və ümumi həcmdə 700 idi. 700-dən də çıxanda 19. Bu da bizə vermiş olur demək 681 megabayt boş yer qalmış olur. Sonra 87. 87-də deyir ki, uyğunluğu müəyyən edin. CX 16-lıq say sistemində X-i soruşur məndən. 16-lıq say sistemində bu 195-ə bərabərdir. Gəlin bunun açılışını yazaq. Üstünə 0,1 kimi yazırdıq. Deyirdik 12 vurulmuş 16 üstü 1. Üstə gəl X vurulmuş 16 üstü 0. Bu da bizə 195 verir. Bu edir 12 vur 16. 12 vur 16-nı demək hesablayanda alırıq 192. Üstə gəlirəm 16 üstü 0,1-dir X-in özü. Bu da cavabı 195. X-i tapıram ki, burada oldu neçə? 3. X-in 3-ü Y. 1-ə getdi Y variantı. İkinciyə baxaq. İkincidə 0, 1, 2, 3, 4, 5 yazanda 2 üstü 5, 32. 2 üstü 4, 16. 2 üstü 3, 8. X vurulmuş 2 üstü 2. Üstə gəlmir 0 yazmırdıq. 1 vurulmuş 2 üstü 0 da bizə elə 1 vermiş olur. Bu ilə də 57. Bunlar da götürəndə demək 32, 8, 40. 40-ın üstə 16, 56. 56-ın üstə 1, 57. Üstə gəlmiş X vurulmuş 4. O da bərabərdir 57-yə. X onda neçə olubmuş burada deməli? 0 olubmuş da. X-in də 0-ı D-dadır. Sonra deyir X 3 onluqdan bunu keçiriblər 8-liyə. Baxaq görək. X-imiz neçə olub burada? Onluq say sistemindən 8-liyə keçirəndə 8-ə bölə-bölə getmək lazımdır. X3 bu ədədi 8-ə bölüblər. Alınıbdır bizdə 6x. Bunu da yazanda belə yazırdıq da. Demək 6 burada olubdu. X burada olubdu. 6 vur 8 məndə 48 eləyib burada. Demək ki. X-im da burada demək neçə olub onda? 5 olubdu da böyük ehtimal ki, baxın. Yerinə 5 qoyanda ancaq ödəyir. 53 çıx 48. 3-ü buradan 5-in çıxanda 5 demək. Həm qalıqda, həm də bu bölünəndə ədədlər eyni olmalıdır da x olduğuna görə. Bu da 5-də ödəyir ancaq. Demək tapdıq ki, burada da x-imiz 5 olubdu. 3-də də b. Demək 1y, 2d, 3b. Sonra keçdik 88. Hər biri 3 kilobayt həcmə malik 5 ədəd səs faylının, 5 kilobayt həcmə malik 4 ədəd mətn faylının diskdə ümumi həcmin neçə kilobayt olduğu. Yenə klaster məsələsidir. Bir klasterə bir dənə fayl demişik. Başlayırıq burada hər fayl üçün ayrı-ayrı. 3 kilobaytdır. 3 kilobayt üçün bizə diskdə nə qədər yer lazımdır? Elə 4 kilobayt. Yenə 4-ə bölünən yaxın ədədi götürürük.
Bu elədi 4 kilobayt. Sonra bundan deyir 5 dənədir. 4 vur 5 tapdıqca bu elədi 20 kilobayt. Sonra 5 kilobayt həzmə malik deyir 4 ədəd mətin faylı. 5-i yenə 4-ə bölünməsində yaxın ədəd nədir bizdə? 8-dir. Demək bu diskdə 8 kilobayt yer tutur. Bundan da bizdə nə qədərdir? 4 dənə mətin faylıdır. 4-ə vurduq. Bu da elədi 32 kilobayt. Ümumi həcmin soruşur bizdən. 20 üstəgəl 32 aldıq burada. Demək 52 kilobayt. Sonra 89-da 132 səhifəli sənədin də yalnız 1-ci, 11-ci, 21-ci və 132-ci səhifəsində qrafik təsvir var. Neçədən oldu qrafik təsvir? 1, 2, 3, 4 dənə. 4 dənə qrafik təsvir var. Bunun pikseli 2/8 vur 2/8 burada veribdir. Və 64 rəqçaları. 64 rəqçaları deyirsə 64 2/6-dır. Demək 6 bitlə kodlaşdırıblar hər pikseli. Vurdum 6 bitə. Sonda cavabı kilobaytla istəyir. Bölürəm 2/13-ə. Demək bu 2/8, 2/2, 2/10. Bu getdi, qaldı burada 2/3. 2/3-dən də bu 2/8, 2/5. Demək 32 vur 6. Bu da eləyir 2 vur 6, 12, 18, 192 kilobayt bu elədi. Sonra keçdik o birisinə. 132 səhifənin əgər 4 dənəsində mən qrafik təsvir tapmışdımsa, baxın burada 4 dənə idi də. Onda bunun yerdə 128 səhifəsi qaldı da. Qalanlarda da mətin var deməli. Söz şərtdə verir. 128-i, yəni 2/7-ni. Vurduq 64 sətrə, yəni 2/6-ya. Sonra vurduq 64 simvola. ASCII-də yazılıbsa 1 baytdır. Baytdan kilobayta 2/10-a bölürük. 2/6, 2/6, 2/12 edir. Bunlar gedəndə 2/2 qalır. 2/2 ilə də 2/7, 2/9, yəni 512 kilobayt. Bunları da cəmləsək 192 üstəgəl 512. Bu da verir bizə demək 704 kilobayt. Cavabı budur. 90-da nə deyir? 90-da da deyir ki 260 deyir ki vurulmuş 252 üstəgəl 17 plus 8 ifadəsinin ikili sayı sistemindəki yazılışında sıfırların sayını müəyyən edin. Bunu necə yaza bilərik? Biz 260-ı necə yazmaq olar? 256 plus 4 kimi 2-nin qüvvətləri ilə. 252-ni də necə yazmaq olar? Bunu da 256 çıx 4 yaza bilərik də. Plus 17 plus 8. Bu da bizdə, bu isə A kvadratı çıx B kvadratı düsturu deyilmi? Yəni 256-nın kvadratı çıx 4-ün kvadratı. Sonra bunun üstə 17 plus da 8. Belə idi də bu. İndi bunu da biz yazanda olacaq ki 256-nın kvadratı 4-ün kvadratı bu 16-dır da. 16-nı bu hissədə hesablamaya verək. Demək plus 17 plus 8 çıx 16. 17 ilə 16 çıxılanda burada məndə qalacaq plus 1. Demək bu eləyəcək onda 256-nın kvadratı çıxılmış yox, üstə gəlinmiş 17 çıx 16 1, 1 üstə 8 9. Bunu da qüvvət şəklində yazanda 2/8 256 208-dir. Bunun üstündə 2 üstə gəlinmiş 9-u da yazanda bunun 9-un içində 2 üstü demək 4 var. 9-u da yazanda 2 üstü 4 4 yox 2 üstü 3 2 üstü 3 vurulmuş 2 üstü 1. Evet, mən niyə belə yazdım? Estağfurullah. 9-un içində 2 üstü 3 var. 8. 9-dan da 8 çıxdıq 1. 1-i də 2 üstü 0 kimi göstərmək olar. Gecənin bu saatında yazılan test maksimum bu olur. 2 üstü
2-ni 8-də vurdum 16. Üstə gəlmiş 2 üstü 3. Üstə gəlmiş 2 üstü 0. Bu da bizdə demək, baxıram ki, qüvvətlərin sayı nə qədərdir? 3 dənədir. Bunlar bizdə deməkdir ki, 3 dənə 1 var. 2 üstü 16 ən böyük qüvvət 16-dır. 16-dan 0-a kimi yazanda burada 17 simvol edir. Bu 17 simvolun əgər məndə 3 dənəsi 1-dirsə, 17-nin əgər 3-ü 1-dirsə, yerdə qalan 14 simvol da məndə sıfırların sayıdır. Demək ki, sıfırların sayı oldu 14 dənə. İnşallah ki, izahlarda heç bir problem yoxdur.